Xankəndidə hazırda nə qədər erməni yaşayır? Gündəm xəbərin efirində 31 yanvar tarixidir və bir məlumatı diqqətinizə çatdırarıq. Belə ki, hazırda Azərbaycanın Xankəndi şəhərində 2 erməni əsilli şəxs yaşayır. Gündəm xəbər Teleqrafa istinədə məlumat verir ki, bu barədə Azatutyun məlumat yayıb. Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqları bildirilir. Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan edib ki, Xankəndidə yaşayan 10 erməni əsilli şəxs öz istəyi ilə Ermənistana köçüb. Azərbaycan Respublikasında yaşayan 10 erməni və 1 rus əsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək Ermənistan Respublikasına köçmək istədiyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistana köçürülüblər. Qeyd eləyək ki, Arsen Torosyan qeyd eləyib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra öz istəkləri ilə Azərbaycanda qalıblar.